Təbrizin memarlıq nümunələrindən olan Ərfə Əl-Mülk Cəlili evi baxımsızlıq səbəbindən dağılmaq təhlükəsi ilə üzləşib. Bu haqda yerli media məlumat yayıb. Məlumata görə 2002-ci ildə İran tarixi əsərlər siyahısında qeydə alınan binanın bərpası və qorunması üçün vəsait ayrılmır. Qeyd edək ki, tarixi ev Qacar dövlətinin son illərdə Pəhləvi sülaləsinin isə ilk illərində tikilib və uzun illər Təbrizin məşhur meri Ərfə Əl-Mülk Cəlilinin mülkiyyətində olduğuna görə tarixi binaya onun adı verilib. Ümumiyyətlə, Xəzər adında dəniz yoxdur və Xəzər vəhşi bir tayfanın adı olub. Bunu Mazandaran əyalətinin İslami Mədəniyyət Təşkilatının başçısı Məhəmməd Məhəmmədi deyib. Mədəni tədbirdə çıxış edən İran rəsmisi Xəzər dənizinin əvəzinə Mazandaran dənizi ifadəsindən istifadə etməyi tövsiyə edib. O, Xəzər dənizi ifadəsindən istifadə etməyi mədəni və tarixi işğalçılığın davam etdirilməsi kimi dəyərləndirib. Xəzərlər Təbəristanı işğal edib və bunu uzun illər sürdürdükdən sonra İstəhbud Fərəxan vasitəsilə bölgədən qovuldular. Qeyd edək ki, bundan əvvəl bir çox İran rəsmiləri Xəzər dənizi sözünün işlədilməsinə qarşı çıxıblar. Bu məsələ bundan əvvəl Heydər Əliyevin İrana səfəri zamanı İran prezidenti Məhəmməd Xatəmi ilə birgə keçirdiyi mətbuat konfransında da mübahisəyə səbəb olub. Mərhum prezident İranlı jurnalistin Xəzər dənizini Mazandaran adlandırmasına etiraz edib, ona bir daha belə səhvə yol verməməyi tövsiyə etmişdi. Siz hörmətli jurnalist, sualınızda bir səhv buraxdınız. Mən istərdim ki, gələcəkdə belə səhvlər buraxmayasınız. Dünya xəritəsində Mazandaran gölü adlı bir göl yoxdur. Və əgər belə bir göl İran ərazisindədirsə, mən onu hələ tanımıram, xahiş edirəm mənə tanıdasınız. Xəzər dənizi Kürriyə Ərcəranından dünyanın ən mühüm dənizlərindən biridir və onun adı da Xəzərdir. Siz İranda bəzi adamlar belə yana adlar icad etməklə bizim bu Xəzər ətrafında danışmalarında mane olursunuz. Davam edirik. İranın dini lideri Əli Xamneyni tənqid edən və onun fotosunu yandıran 27 yaşlı Ümid Sərləkin meyidi tapılıb. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Sərkəlin meyti Loristan əyalətinin Əli-Qudər şəhərinin Ərsalan Qudəzri stadionu yaxınlığında aşkar edilib. Onun başından güllələndiyi və yanında tapancanın olduğu bildirilib. Dövlət mediası gəncin intihar etdiyini yazıb. Qeyd edək ki, Ümid Sərkəlin cənazəsi Əli Xameneyini tənqid edən və onun fotosunun yandırdığı əks olunan videonu paylaşdıqdan bir neçə saat sonra tapılıb. İranın Sistan və Bəlucistan əyalətinin İran şəhər və Xaş bölgələrində Sepah və ona bağlı bəsic üzvlərinə silahlı hücum olub. Bu haqda Bəluç fəallarının kampaniyası məlumat yayıb. Məlumata görə hücum nəticəsində Məhəmməd Siyahani və İsmail Şahuzeyhi həlak olub, bir bəsic üzvü isə yaralanıb. Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Rəsmi dövlət mediası silahlı hücumun düşmən və müxalif qruplar tərəfindən edildiyini yazıb. İran məhkəməsi Xuzistan əyalətinin Bəbəhyan şəhərinin ibtidai məktəb müəllimi Furuq Xosrəvini 15 il azadlıqdan məhrum edib. Bununla bağlı İnsan Haqları fəalları məlumat yayıb. Məlumata görə gənc müəllim hökumətə qarşı təbliğat, Əli Xamneyni təhqir etmək, Xomneyni təhqir etmək və İsrailə bağlı media ilə əlaqə ittihamlarına görə cəzalandırılıb. İnsan haqları müdafiəçiləri müəllimə qarşı sürülən ittihamların əsassız olduğunu bildiriblər. Onların fikrincə Furuq Xosrəvi ictimai və müəllimlərin hüquqları ilə bağlı fəaliyyətlərinə görə şərlənib. Tehranın evin həbsxanasında saxlanan Azərbaycanlı siyasi məhbuslar təkidamlıq kameralara köçürülüb. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Vədu Vəsadi, Mahmud Ocaqlı, Mürtəza Pərvin, Ayaz Seyfxa, Salar Tahir Əfşar və Tahir Nəqəvi həbsxana rəhbərliyinin əməllərini etiraz etdiklərinə görə cəzalandırılıblar. Qeyd edək ki, adı çəkilən məhbuslar 2024-cü ilin fevral ayında həbs olunublar. Onlara milli təhlükəsizliyə qarşı əlbir olmaq, hökumətə qarşı təbliğat, rəhbəri təhqir etmək və casusluq ittihamlarına görə uzun illik həbs cəzaları verilib. Minab, Sari, Bəm, Desful, Yəsuc, Kirmanşah, Ərak və Xürrəməbad şəhərlərinin həbsxanalarında biri qadın olmaqla 10 məhbus edam edilib. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb.
Onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Bununla da cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 1200-ə yaxınlaşıb, onlardan 38-i qadındır. Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatının ötən həftə yaydığı hesabata görə isə cari ildə İranda 1200-dən çox məhbus edam edilib. Buraxılışımız davam edir. Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Görürəm ki, bəzi yerlərdə ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox xarici kəlmələrlə dolu olur. Ona görə də biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirib. 10 il bundan əvvəl mən bu kürsüdən eyni zamanda Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bugün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik. Müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıkları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm sürətdə olaraq tanış oluram. Diqqətlə saxlayıram. Lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur. Xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş onu itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun ana dili, onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün ana dilidir. Çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbul edilməzdir, deyə prezident qeyd edib. Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və əlbəttə ki, öz addımlarımızı dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmalıyıq, həm də ki, bir çox təşəbbüslər irəli sürməliyik. Bunu Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı bildirib. Ona görə təbii ki, illər keçdikcə qarşıda duran vəzifələr də dəyişir. Ona görə bugünkü inkişafla bağlı, inkişafın gələcək istiqamətləri ilə bağlı əlbəttə ki, prioritetlər əvvəlki dövrlərdən fərqlənir. Bugün sir deyil ki, hər bir ölkənin inkişafını, eyni zamanda təhlükəsizliyini, o ölkənin texnoloji imkanları şərtləndirir. Bugün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Təbii ki, Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, biz bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə bizim inkişafımız dayanıqlı olsun, dövlət başçısı qeyd edib. Prezident İlham Əliyev həmçinin qeyd edib ki, ölkəmizin iqtisadi göstəriciləri çox müsbətdir. O bildirib ki, ümumi daxili məhsulun artımı o qədər də yüksək olmasa da, bunun əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə azalmasıdır. Dövlət başçısı qeyd edib ki, ancaq bugün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektorudur. Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir. Bugün dünyanın aparıcı reytinq agentlikləri, iki aparıcı beynəlxalq reytinq agentliyi bizim kredit reytinqlərimizi qaldırıb və bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb. Bu, əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. Çünki bugün bizim iqtisadiyyat sağlam iqtisadiyyatdır. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir. Bizim xarici borcumuz çox aşağı səviyyədədir. Sir deyil ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borc o cümlədən o ölkələrin ümumi daxili məhsulunun 100%-ni, bəlkə də daha çox təşkil edir. Bizdə isə cəmi 6%-dən bir qədər çoxdur. Bizim valyuta ehtiyatlarımız ildən ilə artır və bu ildə əhəmiyyətli dərəcədə artıb. 80 milyard dollar ötüb. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 16 dəfə çoxdur. Biz əgər istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik. Yəni, bu göstəriciyə görə Azərbaycan bugün dünya miqyasında aparıcı yerdədir. Əlbəttə ki, iqtisadi və maliyyə dayanıqlılığı bizə imkan verir ki, böyük investisiya layihələrini icra edək.
Brüsselə işgüzar səfəri zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 3-də Avropa Komissiyasının prezidenti Ursula von der Leyen'in diplomatik müşaviri Simon Mordi ilə görüşüb. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının aparatından məlumat verilib. Təhlükəsizlik Şurasının katibi qarşı tərəfə Ermənistanın sülhün institutlaşması istiqamətində atılan addımlarla bağlı baxışını təqdim edib. Həmçinin Tramp marşrutunun regional kommunikasiyaların açılması və geniş iqtisadi imkanların təmin edilməsi kontekstində əhəmiyyətini vurğulayıb. Görüşdə iki tərəfli əməkdaşlığın mümkün istiqamətləri müzakirə edilib. Ankara bildirib ki, Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsi münasibətlərin normallaşması prosesindən asılı olacaq. Bu barədə Türkiyənin diplomatik mənbəsi məlumat yayıb. Mənbə qeyd edib ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması üzrə danışıqlar prosesi davam edir. Hazırda söhbət konkret sərhədlərin açılmasından yox, münasibətlərin normallaşmasından gedir. Bu məsələ prosesin gedişatından asılı olaraq hələ ki konkret müddət yoxdur, deyə mənbə nəşrə bildirib. Dünya xəbərləri ilə davam edirik. Böyük Britaniya hökuməti Ukraynaya əlavə Storm Shadow qanadlı raketləri verib. Bu barədə Bloomberg agentliyi mənbələrə isnadən yazıb. Qərar Londonun qış mövsümü ərəfəsində Rusiyanın Ukraynaya yaşayış məntəqələrinə hücumlarının intensivləşməsi ilə bağlı narahatlıqları fonunda ölkəni zəruri ehtiyatlarla təmin etmək məqsədi ilə qəbul edilib. Mənbələr Britaniya tərəfinin Ukraynaya verdiyi raketlərin sayını açıqlamır. Storm Shadow uçuş məsafəsi 250 kilometrdən çox olan yüksək dəqiqlikli raketlərdir. Almaniya Ukraynaya yeni Patriot sistemləri verib. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski öz Telegram kanalında yazıb. Biz Ukraynanın hava hücumundan müdafiə sistemində Patriot komponentlərini gücləndirdik. Mən Almaniyaya və şəxsən kansler Friedrich Merzi Rus terrorundan həyatları qorumaq üçün bu ümumi addıma görə təşəkkür edirəm. Bir müddət biz hava hücumlarından müdafiəni gücləndirilməsinə hazırlaşdıq və indi əldə olunan razılaşmalar yerinə yetirilib, deyə Ukrayna prezidenti yazıb. Əfqanistanda zəlzələ nəticəsində yaralananların sayı 300 nəfərə çatıb, təbiət hadisəsi zamanı 20 nəfərin həlak olduğu bildirilir. Bu barədə Əfqanistan International Milli Olimpiya Komitəsinin Taliban hökumətinin bədən tərbiyəsi və idman idarəsinin sədri Maulvi Əhmədullah Vasiqin Facebookdakı açıqlamasına istinad edib. Məmur qeyd edib ki, ən böyük dağıntı və itkilər Samaqan və Balx əyalətlərinin şimalında, xüsusən də Daşqurqan şəhərlərində qeydə alınıb. Zəlzələnin yeraltı təkanları çox güclü olub və ölənlərin sayı arta bilər. Əhmədullah Vasiq yazıb. Xatırladaq ki, Bakı vaxtı ilə saat 00:28-də Əfqanistanın şimalındakı Balx əyalətində Məzari Şərifdən 45 km cənub-şərqdə 6,3 maqniturada zəlzələ qeydə alınıb. Xatırladaq ki, Əfqanistanda 2025-ci ilin avqust ayında da 6 maqniturada zəlzələ baş verib. Təbii fəlakət 2200-dən çox insanın həyatına son qoyub.